Deyir ki, burada sual var ki, nəyə görə həyata əvvəl kimi marağım yoxdur? Çünki həyatın maraqlı olunması üçün, həyat maraqlı olsun deyirəm. Əvvəla bizim strukturumuz olmalıdır. Adi bir toy məclisi olsa və ya məsələn bir xeyir işi olsa, evdə olsun, restoranda olsun, fərqi yoxdur. Görürsən, birinci tontı ilə çay gələcək, sonra yemək gələcək, sonra dalacaq, mən nə bilim, biraz istirahət veriləcək, meyvə stolu olacaq. Da gedir də bu ardıcıllıqlar var. Söhbət olur ortada, o söhbət olduqca dinləyirlər, filan eləyirlər. Bu bir sistemdir. Ona görə Quran buna hikmət deyir. Hikmət, neyin nə qədər olacağını təyin edə bilən adam deməkdir. Allah Hakimun sifətini daşıyır ki, Allahın adı olmaz. Sifəti də olmaz, ehtiyacı yoxdur. İnsan ehtiyacı var. Ona deyir ki, özündə həkim sifətini aç. Hikmətli ol. Neyi, harada dozasını təyin edirsən. Sevgin dozasını təyin edirsən. Kinin dozasını təyin edirsən. Oxumağın da hər şeyin miqdarını bilir bu adam.